Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə paytaxtın Nizami rayonu Babək prospektinə yerləşən Yeni Təkər bazarı ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğın bazar ərazisində bir-birinə bitişik tikilmiş mağazalarda baş verdiyi və havanın küləkli olması səbəbindən yayılma riskinin yüksək olduğu müəyyən olunub. Yanğın söndürənlərin operativ müdaxiləsi sayəsində baş vermiş yanğının genişlənməsinə, o cümlədən bazar ərazisinə yayılmasına imkan verilmədən qısa müddətə söndürülüb. Yanğın nəticəsində bir dam altında tikilmiş ümumi sahəsi 200 kvadrat metr olan 3 avtomobil ehtiyat hissələrinin satışı mağazasının yanar konstruksiyaları, 90 kvadrat metr sahədə ümumi sahəsi 5 kvadrat metr olan gözətçi köşkü və yaxınlıqda yığılmış 0,1 kub metr olan taxta altılıq yanıb. Bitişik, o cümlədən bazar ərazisindəki digər obyektlər, park edilmiş avtomobillər yanğından mühafizə olunub. Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək hazırda müşahidə olunan güclü küləkli hava şəraiti ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.